Bu bizim arı südü kremimizdir. Arı südü kremi nədən ötəridir? Hər zaman deyirik, bu üzdə olan civzələri təmizləyir, ləkələri təmizləyir, qırışı aradan qaldırır, düzləndirir. Üz dərisini qidalandırmaqla tərəvətli və gözəl edir. Başqa bir məlhəmimiz bizim baş ağrısı, migren ağrıları üçündür. Təbii digər ağrılarda da istifadə eləmək olur onu. Və bu işidirsən, alın boyun nahiyəsinə, oynaq nahiyəsinə da ağrı varsa, o nahiyə çəkirsən, ağrıları götürür. Bir başqa məlhəmimiz bizim məcunumuz qaraciyər təmizləyir, qanın faizini artırır, prostat vəzinin fəaliyyətini gücləndirir, cinsi gücü artırır, immuniteti yüksəldir. Bir başqa məlhəmimiz bizim sədəf xəstəliyində çox gözəl effekt verir. Yəni Dəmirov xəstəliyində kəpəyi aradan qaldırır, yaranı sağaldır, qaşınmanın qarşısını alır. Bir başqa məlhəmimiz bizim oynaq ağrıları üçündür. Onurğa sütununda, oynaqlarda olan ağrıları götürür, iltihabı aradan qaldırır. Bir məlhəmimiz bizim varikoz damar xəstəliyində çox gözəl effekt verir. Orada olan ağrıları götürür, narahatçılığı aradan qaldırır və bir də axırıncı bu məlhəmimiz də yenə üzdə, bədəndə olan çapıqları aradan qaldırır, ləkələri təmizləyir.